Salam əziz izləyicilər və Fikirli kanal takipçiləri. Bugün sizlərin qarşısında yenə bir məhsul incələmə videosu ilə qarşınızdayım. Bugün sizlərin qarşısında Magic Bullets'in yeni Magic Bullets firmasının yeni proyektorunu yoxlamaq istəyirəm. Əslində bundan əvvəlki videolarımızda proyektor incələməsi eləmişik. Həmin bu proyektorun. Bu isə Temudan aldığım həmin proyektorun yeni versiyasıdır. Magic Bullets HY300 Pro Plus modelidir. Belə bir kutuda gəlir. Xatırlayırsınız, bundan əvvəlki videomuzda kutusu başqa cür idi və proyektorumuz daha uzun və iri şəkildə idi. Bu modeldə isə proyektorumuzu biraz kiçildiblər. Belə bir kutuda gəlir. Üzərində yazıldığı kimi yenə 1080p görüntü yazılır, amma çoxsu bunların 720p verir. Android xüsusiyyəti ilə gəlir və Wi-Fi xüsusiyyəti var. İçərisində Netflix, YouTube kimi xüsusiyyətləri var. Belə üzərində yazısında yazılıb. Baxaq kutusunun üzərində fərqli bir Həmçinin üzərində qeyd olunduğu kimi belə bir kamerada bilmirəm görsənir. Baxın, yaxınlaşdırıb göstərdim sizə. Üzərində baxın bu şəkildə həm notebooklara, həm televizorlara HDMI çıxışı verir və yəni TV boxdakı xüsusiyyətlər kimi Android kimi istifadə eləyə bilirsiniz. Çox uzatmadan kutu açılımı eləyək. Baxaq görüm içərisində nələr çıxacaq və proyektorumuzun performansı necə olacaq, hamısını bir yerdə görək. Deməli kutumuz belə bir kutuda gəlir. Bunun açılışı hardandır? Kutunun açılışı buradan bu şəkildə açırıq. Baxaq görək içərisində nələr çıxacaq. Kompakt bir kutu yığılımı var və çox xoşuma gəldi həqiqətən. Burada belə bir hissəsi var, bunu çıxardırıq. Burada bir kutu var. Baxaq bunun içərisində var. Çox güman ki bu bunun adapteri olacaq. Dostlar, bu proyektorun qiymətini ekrana əlavə edəcəm. Qeyd edeyim ki, bunun qiyməti dəyişkənlik göstərir. Yəni mənim e-mailinə aldığım qiymətə olmaya bilər. Mən endirimlə almışam. Endirimli videolar, yəni kupon videoları Temu ilə bağlı kanalımızda video var. Belə bir kutu gəlir. Bu kutunun içərisində çox güman ki adapter olacaq. Kutunun içərisini açırıq. Aha, adapterudur. Belə bir adapter. Bunda isə fərqli olaraq adapteru biraz dörtkünc şəkildə başqa cürə gəlir. Keçən videomuzda proyektorda adapter başlığı tamamilə fərqli idi. Bunda isə belə bir adapterdur. Adapteru deməli Çin istehsalıdır. Üzərində 12 voltdan işləyir. Belə bir standart adapteri var. Adapterimizi kənara qoyduq. Və içərisindən təbii ki proyektorumuzun özü çıxır. Proyektorumuz belədir. Bu keçən və videoda göstərdiyimiz proyektoruna eyni rəngdə. Sadəcə bunun biraz boyutunu qısaldıblar. Baxın, gördüyünüz kimi proyektorumuz daha kiçik halda gəlir. Bu da Magic Bullets firmasınındır. Sadəcə daha qısa və xırdalaşdırıblar biraz. Xüsusiyyətləri eyni olacaq məncə. Görək baxacağıq yenə menüsündə falan fərqləri varmı? Burada kolonkası yerləşir. Arxa hissəsində isə belə dolu bir girişi var. Baxın arxa girişində. Arxa girişində bir ədəd HDMI girişi var, bir ədəd USB girişi var. Buradan isə siz flash kart kimi belə qurğular əlavə eləyə bilərsiniz. USB kabellə istifadə eləyə bilərsiniz. Bir ədəd isə sadə bir şəkildə adapterumuzun giriş yeri var. Belə bir giriş yeri var. Bir ədəd isə power düyməsi var. Normal power düyməsi var və kolonkasının havalandırma sistemində belə bir havalandırma sistemi var. Əvvəlki videomuzda proyektorumuz çox gür işləyirdi. Açıqcası mən səsindən biraz narahat oldum. Bunda isə baxaq görüm bunun səsində bir fərq olacaqmı? Daha kiçikdir. Belə deyim də dostlar, əl qədər belə baxın. Çox əl qədər belə bir proyektorun boyutu var. Amma əvvəlki proyektor daha uzun idi. Səhvləmirəmsə biraz geniş idi. Bu əl qədər əldən biraz böyük belə deyim də dostlar. Təxmini deyirəm. Belə bir proyektorun böyüklüyü var idi. Dostlar, kutumuzun içərisində başqa nə var? Təbii ki bunun pultu var. Bu da səliqəli bu şəkildə kutuda gəlir. Bunun kutusunun yığılışından açıqcası xoşum gəldi. Yəni bu qiymətə nə verirlər dostlar? Həqiqətən düzdür, Çin malıdır. Bəzən pisləyirik Çin malını. Bəzən də elə bilirlər ki, mən burada nəyisə reklam eləyirəm. Sadəcə həqiqətən bu qiymətə heç nə yoxdur. Bu nə qədər pis olsa da, yəni bunun Android sistemi nəyə üçün dəyər? Yəni heç uğraşdırmasın da bir
televizoru quraşdırıb çıxış verib ictimaiyyətlə istifadə eləsin hələ bəs eləyir. Pultu bu şəkildədir. Sadə belə bir pultu var. Baxın, düymələri də belə. Pult biraz keyfiyyətsizdir, açıqcası, çox keyfiyyətsizdir. Üzərinə batareyka gəlmir. Belə bir pultu var. Başqa da heç nəyə, bir də kitabçığı var. Təlimatlarına baxmaq üçün, quraşdırmaq üçün üzərində kitabçığı var. Bu şəkildə başqa bir şey yoxdur. Bir də üzərində belə Fox üçün standart belə fokusunu götürmək üçün qurğusu var. Bundan siz hansı ki proyektorun fokusunu götürə bilirsiniz. Avtomatik olsa daha yaxşı olardı, amma qiyməti çox ucuzdur. Qiyməti qeyd edim ki, Temuda dəyişkənlik göstərir. Mən qiymətini ucuz almışam. Bu qiymətə həqiqətən belə bir proyektor əldə etmək çox çətindir. Mənfi cəhətlərini, müsbət cəhətlərini deyəcəyik. Keçək biz proyektorumuzu quraşdıraq, baxaq görüm bizə nə kimi xüsusiyyətlər və effekt verəcək. Deməli, proyektorumuzu quraşdırmışıq. Arxasında belə bir power düyməsini taxdıq və adapterını bu şəkildə taxmışam. Proyektorun powerini əslində bu düymədən də basa bilərsiniz və yaxud da burada pultundan basaraq proyektorumuzu işə sala bilərik. Aha. Proyektorumuzun səsinə baxın dostlar. Fanı həqiqətən olduğundan biraz güclü işləyir. Əvvəlki proyektorda da belə idi. Bunda da elə çox bir dəyişiklik olmadı. Dostlar, proyektorumuzun görüntüsü əslində ortam biraz işıqlıdır. İşıqlıdır. Birazdan isə işıqları söndürüb daha effektiv bir şəkildə görsənər, ümid edirəm. Və proyektorumuzda belə bir fan səsi dostlar çox narahat eləyir adamı. Əvvəlki versiyasında belə idi. Bunda da belədir. Heç bir belə dəyişiklik yoxdur. Buradan isə üzərinə fokusunu belə bir azalıb çoxalda bilirsiniz. Üzərində fokus azalıb çoxaltmaq üçün belə bir qurğusu var. Bunu istəyə görə və proyektorumuzun belə bir xüsusiyyəti var. Bunu siz hərəkət elətdirə bilirsiniz. İstəsəz bu şəkildə qaldırıb siz tavanda da baxa bilərsiniz. Tavanda da indi birazdan göstərəcəm sizlərə. Bu şəkildə görüntüsü də çox qəşəngdir. Amma mən sizə deyim ki, arxa fonu təmiz düym ağ olduqda daha effektiv görüntü verir. Məndə biraz aboy bəzəkli olduğu üçün görüntüsündə asası biraz itmə olur, amma tavan təmiz ağ olduqda və proyektor pərdəsi olduqda daha effektiv görüntü verir. İndi işıqları söndürsünüz, daha effektiv olacaq dostlar. Dostlar, bu şəkildə mən bu proyektorun görüntüsünü tavana çevirmişəm. Baxın, həqiqətən bunun görüntüsünə baxın dostlar. Çox effektivdir, amma divarda biraz əgər belə bəzəkli abo istifadə edirsinizsə, görüntüsü belə bir pis görsənə bilər, amma düym ağ yerdə daha effektiv görsənər. Dostlar, deməli bu şəkildə proyektorun ekranını mən düzəltdim. Belə içərisində baxın Netflix, YouTube və Disney kimi proqramları var və mağazası var. My Apps bölməsinə giriş eləyək. My Apps bölməsində App Store var. Təbii ki, səhv eləmirəmsə bunun YouTube-u və Netflix lisenziyası bir şəkildə gəlir. Ona görə də maksimum 750p kimi verir. 720p kimi görüntü verir, amma bu proyektor mən inanmıram 1080p də göstərər əslində. Baxın, burada Music bölməsi, Google Play Store-u, istərsiniz buradan proqram köçürə bilərsiniz. Screencast-dakı ekranını başqa bir qurğuya axtarmaq üçündür. Bu counter ola bilər və yaxud da counterin ekranını da yönəldə bilərsiniz. Fərqli seçənəkləri var. Və təbii ki, YouTube-u Wi-Fi-yə də qoşmaq üçün bunun ana səhifəsinə daxil oluruq. Pultumuzda bu şəkildə ana səhifəsinə keçid edirik. Ana səhifəsinə keçid etdikdə burada nə var? Baxın, Bluetooth var və Wi-Fi bölməsindən biz bunu Wi-Fi-yə bağlaya bilirik. Baxın, gördüyünüz kimi Wi-Fi seçənəkləri var. Tez bir şəkildə bir dənə Wi-Fi-yə qoşmaq istəyirəm. Dostlar, Wi-Fi-yə qoşduqdan sonra ilk öncə mən YouTube-una daxil olmaq istəyirəm. YouTube-a daxil olub, burada axtarış yerində öz kanalımızı adını yazaq. Komandası çox rahat, pultu həqiqətən rahat işləyir. Yəni mən belə çətinlik çəkmədim şəxsən. Buradan öz kanalımızı yazaq. Sizdən xahiş edirəm, tək bizim kanalımıza abunə olun və bəyənin ki, siz də bizə dəstək olun ki, belə videolarla sizlərin qarşısında olaq. Həqiqətən dəstəyinizə ehtiyacımız var.
Baxın, görüntüsü həqiqətən çox qəşəngdir. Yenə deyirəm, məndə bu aboydur. Siz əgər istəsəz fərqli bir, necə deyim dostlar, ağ bir yerdə, yəni divarda bunun görüntüsünü axtarsanız, onda çox yaxşı görüntü əldə edəcəksiniz həqiqətən. Yəni məncə çox yaxşı görüntü əldə edəcəksiniz. Dostlar, bir dənə video açmışam, həm də səsinə qulaq asmış olarıq. İndi bir dənə səsini göstərim sizə. Polnu səs vermir. Səs performansına baxaq. Biraz yaxından göstərmək istəyirəm sizə. Dostlar, səs sistemi düzdür. Çox pis deyil, amma o qədər də yaxşı deyil, amma yəni məncə bu qiymətə, yəni bundan artıq məncə heç nə gözləmək olmaz. Yəni belə deyim də, mənə şəxsən yetər şəkildə səsi, mənə bəs olar şəxsən. Nə yalan deyim. Amma əlavə bir kolonka kimi belə qurğu qoşsaz daha effektiv olar. Görüntü də ki, məncə yaxşıdır. Ağ bir yerdə assaz daha yaxşı olar. Videolarda bu şəkildədir. 1080p-yə kimi görüntü verərmi? Baxaq görək. Yəni buradan mən baxmaq istəyirəm, görək 1080p-yi dəstəkləyirmi? Əslində 1080p-də olmalıdır. Keçirdək 1080p-yə. 1080p görüntüdə baxmaq olur, baxın. Yəni seçdim, heç bir görüntü pozukluğu olmadı. Belə proyektorumuzun belə bir görüntüsü var. Ana səhifəsinə keçmək istəyirəm. Baxaq görəm başqa nə var. Burada Netflix var. Standart Netflixdir. Buradan qoşulub Netflixə baxa bilər. Təbii ki, yükləmək lazım olur. Başqa nə var? Ayarlar bölməsinə baxmaq istəyirəm. Baxaq ayarlar bölməsində nələr var. Normal standart Wi-Fi-yə qoşmaq üçün bölmə, Bluetooth var. Application Manager. Burada nə var? Baxaq. Buradan siz proqramları silə bilərsiniz. Silmək üçün bir bölmədir. Və burada System Information. System Information'da nə var? Android 11'dir. Hələ ki güncəlləmə bu versiyonu yüksələ bilər. HE 300 Pro Plus'dur bu. Qeyd edim ki, əvvəl incələdiyimiz proyektor HE 300 idi. Burada modeli var. 1280'dan 720'yə görüntü rejimi var. Yaddaşı isə burada qeyd olunub 1 GB memory var, yəni yaddaş var. Baxaq görək burada. Səhvlənməsə orada yazılmışdı. Yox, storage burada 8 GB yazıb. 8 GB yaddaşı var. Qiymətinə görə dəyişə bilər. 16 GB da ola bilər. Burada deməli serial numberı var. Fərqli dil baxım görə dostlar, burada dilini dəyişdirmək olurmu? Buradan hansısa bir bölməsi varmı? Language setting'ə baxaq. Burada Azərbaycan dili də var dostlar. Bu mənim xoşuma gəldi. Dilində Azərbaycan dili dəstəkləyir. Azərbaycan dili qoya bilirsiniz. Türk dildə olmalıdır, səhvlənmirəmsə. Baxaq görək. Azərbaycan dili varsa Türk dildə var. Burada fərqli dillər var. Burada aşağı düşüb baxaq görək Türk dili varmı? Var. Mən Azərbaycan dili seçmişəm. Deməli fərqli yəqin proyektoru perzaqçı verdi, bunun dili dəyişiləcək dostlar. Fərqli settinginə baxaq. Buton sound bu düymələrin səsini bağlayıb açmaq üçündür. Screen saver bu bilmirəm axsası nədirsə. Screen saver bu nədir dostlar? Ekranın avtomatik siz burada olmayanda proyektor özünü avtomatik söndürür. Burada faktor reset var, yəni proyektoru formatlamaq üçün. Fərqli bir şey yoxdur. Bu nədir? Proyektor setting. Proyektor setting maraqlıdır. Görək burada nə var? Display setting ekran ayarıdır dostlar. Buradan ekranın işığını və kontrastını artırıb azalda bilərsiniz. Fərqli baxın gördünüz ki, burada bilmirəm nə qədər effekt verir, vermir.
Siz buradan istədiyiniz kimi, aha baxın, sinematik modu var. Bax maraqlı söhbətdir. İşıqlı mod var, customs var, standart var, sinema modu var. Hansısa bir kinoya baxanda bunu seçmək olar gözləri yormamaq üçün. Bu başqa bir esprisi yoxdur. Burada arxaya çıxaq, baxaq başqa nə var? Installation mode. Deməli, bu menyularını çevirir. İstəsəniz proyektorun ekranı tərsinə çevirir. Digital scaling bu nədir? Bu proyektorun avtomatik ekranı balacalaşdırıb böyütmək üçündür. Bu çox xoşuma gəldi bu effekti. Yəni hər dəfə siz durub proyektoru siz oynatmağa ehtiyac yoxdur da dostlar. Ekranı əgər kiçiltmək istəyirsə, buradan girib bu şəkildə kiçildib və böyüdə bilirsiniz. Baxın, gördüyünüz kimi mən burada istədiyim kimi böyüdüb kiçildə bilirəm. Bu funksiyası çox xoşuma gəldi. Auto correction bu nədir? Bu dostlar öz-özünə avtomatik kənarlarını düzləşdirir. Bu belə olanda bu şəkildə pozulur və bunu seçəndə siz avtomatik şəkildə bunu seçir. Mən bunu aktiv şəkildə saxlamaq istəyirəm. Baxın, gördüyünüz kimi kameranı da yaxınlaşdırdıqda gördüyünüz kimi manual bu nədir? Translation bunu bilmədim axısası nədirsə. Install angle correction bu nədir dostlar? Follow step desktop. Səhv eləmirəmsə bu konteyner ekranına aid bir şeydir yönləndirəndə. Buradakı reset etdikdə ayarları siz dəyişdirib azaldır. Baxın, gördüyünüz kimi istədiyiniz kimi bunu çevirə bilirsiniz. Ayarlar da bu şəkildə geniş bir şəkildə menyusu var, ayarı var. Bu HDMI girişidir və bu USB girişi. Əgər bu USB bir flash kart taxmısınızsa içərisindəki görüntülərə və videolara baxmaq üçün belə papkası var. Baxın, gördüyünüz kimi videolar kimi buradan şəkilləri açıb baxa bilirsiniz. Android telefondakı olduğu kimi buradan siz daxil olub baxa bilirsiniz. Fərqli nəyi var? Baxaq, setlik bölməsinə baxdıq. My Apps bölməsi. Google Play Store-da standart Google Play Store-dur. Başqa bir şey yoxdur dostlar. Yəni proyektorumuz bu şəkildədir. Mən şəxsən bəyəndim dostlar. Bu qiymətə bəyəndim. Amma yüksək bir məbləğdə ödəyəcəksinizsə, dəyərmi, dəyməzmi söhbətinə. Yəni bəzən bu proyektorlar 100 manat plusda satılır. 100-150 manata satılır. Məsləhət görmürəm o qiymətə almam, amma biraz aşağı qiymətə endirmə düşsə almam deyərəm. Mənim aldığım qiymətini ala bilsə super dostlar. Bu qiymətə, yəni bunun Azərbaycandakı qiymətlərlə müqayisə eləsəz çox qiymət fərqi var həqiqətən. Yəni heç nə eləməsəz televizoru yönləndirib siz bunun Android kimi istifadə edə bilərsiniz. Yaddaşı azdır, RAM azdır. Yəni proyektorda onsuz yaddaş, RAM o qədər önəmli deyil. Nəyə lazımdır sizə? YouTube-da açıb videoya baxmaq. Təbii ki, bu reklam deyil. Mən öz gördüklərimi deyirəm dostlar. Bəyənməsəm bəyənmədiyim bölməsini deyərəm ki, həqiqətən pisdir. Qiymətinə görə məncə yaxşıdır. Çox belə super bir proyektor deyil. O professional bahalı 1000 manatlıq proyektorların effektini vermir, amma yenə də yaxşıdır məncə. Videomuz bu qədər dostlar. Ümid edirəm ki, videomuzu bəyəndiniz. Proyektorumuzu, əgər yorumlarda yazın fikirlərinizi, həqiqətən mənə də maraqlıdır. Proyektor haqqında nə fikirləşirsiniz? Bəyəndinizmi? Mənfi cəhətdə nədir və yaxud da alan olub, nəsə bir problem yaşayan olsa yorumlar bölməsində yazsın, fikirlərini bölüşdürsün. Dostlar, kanalımıza dəstək olun. Belə videoların davamı gələcək. İnşallah bu yaxınlarda Tabao'dan sifariş verəcək və oradan gələn məhsulları incələməsini edəcək. Təqdim etdik Fikirli kanalı.